Hər kəsə salamlar. Sualım var rubrikasındayıq. Yeni həftə, yeni məktub başlayaq. Salam Aygün xanım, necəsiz? Bu təşəbbüsünüzə görə sizə təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm məktubunuz üçün. Mən də bir məsələ ilə bağlı sizə yazmaq istədim. Həyatımda bəzi məqamlar var ki, qaranlıq qalıb. Demək, mənim 25 yaşım var. Bir yerdə oxumuşdum ki, insan yaşının məsuliyyətini hiss etməli və o cür davranmalıdır. Lakin mənim içimdə elə bir iki şəxs var. Mən hər hərəkətimə, hər davranışıma fikir verirəm. Artıq mən özümü itirmişəm. Əslində necə biriyəm bilmirəm. Bəzən uşaq kimi hərəkət edirəm, sonra içdən deyirəm ki, davranışım yaşına uyğun deyil. Həmişə yetişkin insanlara həsəd aparıram. Kaş mən də onlar kimi olsam deyirəm, amma həmişə içimdə qəm var ki, kaş 17 yaşımda qayıdıb yeniyetməliyimin dadını çıxara bilsəm. İstədiyim kimi gülsəm, əylənsəm, mənasız səhvlər etsəm. Baxan da desin ki, uşaqdır deyə bu səhvləri edib. Amma indi bilirəm ki, bunlar üçün gecdir. Mən daha yetkin davranmalıyam. Əslində düşüncələrim, dostlarımla danışığım, ağıl cəhətdən uşaq deyiləm, bunu hiss edirəm. İnsanlar da deyir. Amma sanki uşaqlıqda yaşamadıqlarımın dadını indi çıxarmaq istəyirəm. Ona görə hər hansısa ortamda həmişə az danışıram. Çünki nəsə səhv etməkdən qorxuram ki, davranışım uşaq kimi olar. Məsələn, bir xırda misal çəkim, evimizə qonaq gəlmişdi. Aralarında 11-13 yaşında uşaqlar da var idi və məndən 4 yaş balaca biri də var idi. Uşaqlar dedi ki, gəlin oyun oynayaq. Mən də üzr istəyirəm, onlara qoşuldum. Başladım oynamağa. Imm, Bərkdən deyib gülürdük. Sonra içəridə əyləşənlər xəbər göndərdilər ki, səsiniz möhkəm gəlir, sakit olun biraz. Həmin an sanki mənə çatdı ki, mən nə edirəm? Uşaqlarla uşaqlıq edirəm. Əslində içəri keçib böyüklərlə oturmalı idim. Bu ikiləmədə qalmaq məni həqiqətən çox yorur. İnsan özünü necə qəbul edir? Mən özümlə necə barışmalıyam? Özümü uşaq xəssiyyətli qəbul edib belə yaşamalıyam, yoxsa 25 yaşın məsuliyyətini hiss edib bu kimi davranmalıyam? Həyatımı daima yenidən başlamaq istəyirəm. Hər keçən il üçün qəm yaşayıram. Kaş bu yaşımda olsam deyirəm. Elə bilirəm hər şey üçün gecikirəm. Hər hissi çox dərin yaşayıram. Daha çox kədər hissini. Və elə bilirəm ki, bunların hamısının kökü bir şeydir, amma nədir bilmirəm. Bilirsiniz, sizdə idealistik yanaşma var həyata və bu uşaqlara məxsusdur. Biz uşaq ikən bizdə belə bir anlayış var ki, həyat olduğu kimi deyil də bizim düşündüyümüz kimidir. Və uşaq ikən əlbəttə ki, biz istədiyimizi edirik, istədiyimiz kimi davranırıq, şıltaqlıq edirik və bunlar bizə keçirlər özünüz yazdığınız kimi ki, uşaqdır, nəsə keçir. Siz ola bilər ki, özəlliklə yeniyetmə yaşınızdan etibarən özünüzün yaşadığınız daxili çərçivəsini çox dərindən hiss etməyə başlamısınız. Hamımızda bu çərçivə var, bəlli bir yəni ailədən asılı olaraq, böyüyümüzdən asılı olaraq hamımızda fərqli dərəcələrdə bu çərçivə var. Amma sizin içinizdəki o çərçivəni bərk-bərk tutan siz özünüz varsınız. Hamımızda biz əvvəl valideynimiz olur, bizə qoyur onu. Sonra əlbəttə ki, biz özümüz tutub bərk-bərk saxlayırıq o çərçivəni. Və o çərçivədə sizə səhvlər etmək olmaz. İstədiyiniz kimi sərbəst, gülməyə danışmaq olmaz. Sizin anlayışınızda, o ideal obrazınızda bu belə davranışlar ora daxil deyil o obrazın içinə. Ona görə siz elə bil ki, elə davrananda özünüzü cəzalandırırsınız. Ona görə sıxırsınız, saxlayırsınız ki, aman da aman birdən nəsə zarafat edərəm, ya da şitlik eləyərəm, ya da gülərəm, ya neyniyərəm. Özümü o nümayiş elətdirməli olduğum obrazdan fərqli göstərərəm və buna görə mənə ya gülərlər, ya söz gələr, amma əslində siz özünüzü bu hərəkətlərə görə cəzalandıracaqsınız. Çünki siz özünüzü o obrazla tanımlayırsınız. Və əgər mənə real həyatda rahat olaraq gülmək, danışmaq, əylənmək olmaz, 25 yaşlı halımla, çünki əylənməyi sadəcə uşaq etmir, sadəcə yeniyetmə etmir. Onda bizim psixika, yəni sizin psixikanız tutunacaq hər fürsətə, hər situasiyaya, harda ki o elə bil ki özündən gizlənərək, məsələn götürür özünün o yetişkin 25 halını, otuzdurur o yetişkinlərin arasında, deyir sən burada otur, özü də belə gizlin-gizlin belə qaçır, gedir olmaq istədiyi yerdə. Gedir orada əylənir, gülür, istədiyi kimi olur. Görürsüz,
Bir də deyirsinizə ayılıram, mənə çatır ki, mən burada yox, orada olmalıyam. Yəni siz bunu özünüzdən gizlin edirsiniz. Çünki özünüzə etiraf edərək bunu etmək sizə niyəsə olmaz. O əyləncəli, səhv edən, bu səhv etməyi normal bilən bir insan ola bilmirsiniz. Çünki sizin öz daxili sisteminizdə o deyirsinizə ki, baxan da desin ki, uşaqdır deyə bu səhvləri edib. O sizin içinizdə o mərhəmətli tərəf yoxdur, hansı ki deyir ki, it's okay, yəni səhvlər etmək olur. Yəni özünüzə səhvləri bağışlayan, ona görə qəti cəza çəkməyən o tərəf formalaşmayıb. Hələ ki o empatiyanız, mərhəmətiniz yoxdur və siz həqiqətən o ikiləmədə qalırsınız. Harda ki birində siz qəddar, çox sıxıcı bir dar çərçivədə yaşayırsınız. 25 yaşlı qız belə olmalıdır, belə davranmalıdır və siz o qaydalara baxanda fərqində olmadan bunların hamısını edirsiniz. İndi mən sizə iç dünyanızı göstərməyə çalışıram. Fərqində olmadan o yetişkin mənə baxanda deyirsiniz, Allahım bu necə sıxıcıdır, bu necə pisdir, mən istəmirəm olmaq və sizə o yetişkin həyata baxış sizə elə gəlir ki, orada hər şey sıxıcıdır, çətindir, mürəkkəbdir, cansızdır, həyatsızdır və ona görə sizdə o 25 yaşınıza qədər bütün yaşaya bilmədiyiniz 2 qat, 10 qat itirmiş kimi bir şey kimi gəlir. Və ona görə sizin o yenidən başlamaq, silim-silim bu həyatı yenidən başlayım və yenidən başlasam, onda tam istədiyim kimi başlayacağam. Tam ideal düşündüyüm halda başlayacağam və ondan sonra tam istədiyim kimi yaşayardım. Amma bu da bir illüziyadır. Çünki həyatda çox şey bizdən asılı deyil. Biz doğuluruq, böyüyürük, uşaq ikən çox şey anlamırıq. Yəni sizə bu sadəcə elə gəlir ki, yenidən başlasaydım tam istədiyim kimi yaşayardım. Yox. Yenə də çox oxşar situasiya olacağını sizə əminliklə deyirəm. Biz yetişkinliyə addım atanda orada çox başqa bir dünya var və inandırım sizə ki, heç də sıxıcı deyil. Biz əgər siz Dərinə Gedək rubrikasında içimdəki uşaq epizodunu əgər dinləməmisinizsə çox məsləhət görürəm. Çünki orada daha detallara girmişəm bu mövzuda. Amma siz necə ki 25 yaşınıza qədər o bəzi etaplarınızı yaşamamısınız, ona görə onların kədərini çəkirsiniz. Bir var belə ki, yüngül özləm, hamı keçmişə baxır, deyir ki, ayda bir gün gənc olmuşam, bir gün dərim daha da belə olub, bir gün daha uşaq kimi olmuşam, amma ona sadəcə bir etap kimi baxır, çox normal bir etap kimi, hansından ki, mərhələ-mərhələ biz keçirik və bitiririk, amma yeni daha maraqlı, daha şirin, daha dadlı bir, daha fərqli bir mərhələyə keçirik. Amma sizin üçün deyirəm də o keçəcəyiniz o yetişkin mərhələ elə bil ki, oturmuş bax belə bir şeyə bənzəyirdi ya, sizin üçün o onsuz da yaşamadığınız etaplar çevrilir daha da bərk bir özləmə və gedəcəyiniz gələcək isə darıxdırıcı bir şeyə çevrilir. Və siz onu yaşamaq istəmirsiniz, o yetişkinliyi. Ona görə deyirsiniz, bəlkə elə bunu seçim, bəlkə elə uşaq kimi olum, heç olmasa burada yaşamadıqlarımı yaşayım. Çünki orada yaşanası onsuz da heç bir şey yoxdur. Necə ki siz bu yaşınıza qədər özünüzə qoymamısınız, fərqində olmadan, bilmədən, başa düşmədən qoymamısınız yaşamağı, doya-doya dadını çıxartmağı. Ona görə indi özünüzdən gizlin yaşayırsınız onları. İndi də eyni şey 25 yaşınızda edirsiniz. Çalışın anlayın, anlamırsa gəlin seanslarda bunu həll edək, başa düşək ki, indi sizi nə qoymur burada həyatın dadını çıxartmağa. Çünki 25 yaşda həyatın ən belə maraqlı anları başlayır. Harda ki, sən artıq uşaq deyilsən, yeniyetmə deyilsən, daha yetişkin baxışla baxırsan həyata və o çox daha mürəkkəb də olsa, amma eyni zamanda daha zövqlüdür. Daha zövqlüdür. Məsələn, mən də uşaq və yeniyetmə halıma baxanda mən heç mən olmaq istəmirəm. Çünki ordakı həyatın, məsələn, hətta desək o şıltaqlıqlardır, səhvlərdir, dəlisovluqlardır. Onu yaşasam belə insan ömür boyu orada qala bilməz. Onu yaşaya bilməz. O ilişmək doğru deyil. Biz ona görə yaşımız artır, həyat təcrübəmiz artsın deyə, biz özümüzün fərqli etaplarda fərqli mənləri yaşayaq deyə və həyatımızın sonuna gələrkən o həyat xəttində elə 17 yaşımdakı halımla, o dəlisovluğumla yox da fərqli mənləri təcrübə edərək artıq bu dünyanı dəyişmək.
Siz, indiki halınıza köklənmək dediyim kimi, o o qəhəri, o kədəri yaşayıb buraxmaqla da bağlıdır ki, okey, mənim istədiyim kimi olmayıb, amma bu dünyanın sonu deyil. Çox insan elə yaşayır, istədiyi kimi yaşamır. Nələrsə baş verir. Hamımızın içində kədər var. Hamımızın içində özləm və ə, peşmançılıqlar var keçmişə dair. Amma biz həyatımızda o peşmançılıqlar yaşasaq, burdakı həyatı da itirmiş oluruq. Amma indiyə köklənəndə biz məcburuq o hisslərimizni yaşayaq, buraxaq, həzm edək və qəbul edək ki, nələrisə itirmişik və hə, mənim həyatım ideal olmayıb. Çünki siz istəyirsiniz ki, həyatınız beyninizdəki o ideal qurduğunuz kimi olub və çətindir qəbul etmək ki, yox, olmayıb və bundan sonra da olmayacaq. Yaxşı olacaq, pis olacaq, amma ideal olmayacaq və həyat sonludur, həyat bitəcək. Bizə ona görə çətindir qəbul eləmək indiki yaşımıza, indiki halımıza. Çünki biz yaşlanmağa doğru gedirik. Yəni bir gün ölməyə doğru gedirik və bu çox ağır həqiqətdir qəbul etmək ki, həyat sonludur. Amma əgər mən uşaq yaşımda qalacağamsa, deyirsiniz ki, məsələn, əgər qəbul edim ki, uşaq həsiyyətliyəm, qəbul edirəm, onda bu elə bil ki, sizə illüziya yaradır ki, hələ hər şey qabaqdadır. Mən uşağam, mən həmişə gəncəm. Hə? Mən elə bil ki, çalışıram qayıdım dala o uşaqlığımı, gəncliyimi yaşayım. Onları yaşamağa çalışarkən isə burdakı həyatım əlimdən gedir. Belə, bu qədər. Başqa nə yazmışam? Imm, əm, anyways, yəni sizə, ideal olmaq istəyi real olmağa qoymur. Real olmaq isə incidir. Sadəcə sizi yox, hər birimizi incidir. Çünki reallıqda faktlar, situasiyalar, həyatlar, şərait bizim istədiyimiz kimi deyil, olduğu kimidir, mövcud olduğu kimi, var olduğu kimidir və biz onlarla yaşamağa, onunla barışmağa məcburuq. Amma nə zamana kimi ki, mən reallığı ignor edirəm və uşaq tərəfində qalıram, sanki orda mən özümə icazə verə bilirəm, ə, bəlkə yenidən verə bilərəm. O vecsiz nə istəyirəm edirəm və bunu mənə ım, hor görmürlər, bunu mənə icazə verirlər və mən yaşayıram. Siz özünüzün içinizdə yaşaya bilmədiyiniz ə, o daxili icazəni axtarırsınız. Əgər o icazəni yavaş-yavaş özünüzə verməyə başlasanız, həyatı indi yaşamağa, onda keçmişi də yavaş-yavaş buraxacaqsınız və indiki həyatınızdan zövq almalı olduğunuz kimi alacaqsınız. Ala biləcəksiniz, çünki artıq buna yavaş-yavaş özünüzə icazə verəcəksiniz. Siz indiyənə kimi həyatı necə yaşamısınızsa, bundan sonra da eyni yaşayacaqsınız, əgər bu həqiqətləri anlamasanız. Çünki o çərçivə bizim içimizdən heç bir yerə getmir. Biz sadəcə o çərçivəni seçməməyə öyrənə bilərik. Amma o orada var və qalır. Uşaqlıqdan qurulur və qalır. Burada heç kimin günahı yoxdur. Biz sadəcə artıq belə qurulmuşuq hər birimiz. Amma o daxili azadlığı sən yaşaya bilərsən, sənə yaşamaq olar. Hər yaşda fərqli cür yaşamaq olar azadlığını artıq bizdən başqa bizə bunu kimsə verə bilməz. Belə, bu günü bu qədər. Gələn həftə görüşərik. Sağ olun.